Hər gün kokos yağı qəbul etməyin sağlamlıq faydaları. Başlamazdan əvvəl ən son videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və zəngə basmağı unutmayın. Əgər telefonunuzdan izləyirsinizsə, parametrlərinizə daxil olduğunuzdan və bildirişləri yandırdığınızdan əmin olun. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Kokos yağı dünyanın ən sağlıqlı təbii maddələrindən biridir və bir çox infeksiya və xəstəlikləri müalicə etməyə kömək edir. Bu yağı hər gün qəbul etməklə bədəninizə güclü sağlamlıq dəstəyi verə bilərsiniz. Həmçinin adi bitki yağlarından daha sağlıqlı seçimdir. Bu yağdan necə istifadə edə bilərik? Səhər yeməyi öncəsi bir xörək qaşığı əridilmiş xam kokos yağı qəbul edin. Çiğ içmək çətindirsə, çaya əlavə edə və ya səhər yeməyi bişirəndə istifadə edə bilərsiniz. Bir çox insanda kandida göbələyinin çoxalması olur və bu şirniyyat istəyini artırır. Kokos yağı bu problemi aradan qaldırmaq üçün çox effektivdir. Zəif fəaliyyət göstərən qalxana bənzər vəzi olan insanlar hormon balansını tənzimləmək üçün kokos yağından istifadə edə bilər. Bu həmçinin metabolizmi sürətləndirir və normal çəkiyə düşməyə kömək edir. Kokos yağı mədə xorasının sağalmasına da kömək edir. Bununla yanaşı çuğundur suyu içmək tövsiyə olunur. Mədə xoranız varsa, əlavə olaraq multivitamin qəbul edin. Kokos yağındakı yağ turşuları bədən tərəfindən daha asan yandırılır və yağ kimi yığılmır. Bu yağlar kərə yağı və bitki yağları əvəzinə istifadə edilə bilər. Mütləq xam kokos yağı alın. Bu növ antioksidantlarla daha zəngindir və daha sağlıqlıdır. Kokos yağı soyuduqda bərkiyib ağ rəngə çevrilir. 24 dərəcə Selsidə isə yenidən maye olur. İstənilən temperaturda saxlanıla bilər və tez xarab olmur. Tərkibindəki təbii doymuş yağlar pis xolesterini, LDL-i azaldır və ürək sağlamlığını qoruyur. Böyrək və sidik yolu infeksiyası olanlar üçün kokos yağı təbii antibiotik kimi işləyir. Bununla yanaşı bol su içmək lazımdır. Elmi araşdırmalar göstərib ki, kokos yağı xərçəng hüceyrələrinin böyüməsini ləngidir, xüsusilə də mədə xərçəngində. Yağdakı ketonlar xərçəngi qidalandırmır, amma bədənə enerji verir. Kokos yağı immun sistemini gücləndirir, sizi xəstəlik və infeksiyalara qarşı daha dözümlü edir. Bakterial, göbələk, parazit və virus infeksiyalarının qarşısını almaqda kömək edir. Yağdakı laurik turşusu qan şəkərini tənzimləməyə kömək edir. Bu, diabeti olan insanlar üçün faydalıdır. Elmi tədqiqatlar kokos yağının yaşlı insanlarda yaddaşı və beyin fəaliyyətini yaxşılaşdırdığını göstərib. Öd kisəsi əməliyyatı olunanlar üçün kokos yağı çox uyğundur, çünki digər yağlardan daha asan həzm olunur. Kokos yağını dəriyə çəkmək ekzema, kəpək və dermatiti müalicə edə bilər. Həmçinin yanıqların ağrısını azaldır və iltihabı aradan qaldırır. Kokos yağı qocalma əleyhinə təsir göstərir və dəridə qırışların yaranma ehtimalını azaldır. Bədən qurucuları xam kokos yağını sevir. Çünki əzələ gücü və tonusunu artırır, məşq zamanı əlavə enerji verir. Bir çox insan kokos yağı ilə diş fırçalamağı sevir, çünki ağızdakı bakteriyaları məhv edir, dişləri ağardır və diş ətlərini sağlam saxlayır. Kokos yağı ilə bağlı daha çox təbii reseptlər öyrənmək üçün digər videolarımıza baxa bilərsiniz. Dinlədiyiniz üçün çox sağ olun. Belə videoların davamının gəlməsini istəyirsinizsə, bu videonu bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın. Digər videolara baxmaq üçün kanalımıza keçid edə və yaxud buradakı hər hansı iki videodan birini seçərək izləyə bilərsiniz.